Fisk nədir? Bunun həqiqəti və bəyanlı qismləri və əhkamları var da. Fisk lüğətdə xurucdur, çıxmaq deməkdir. Şəriət, amma buradakı qəsd şəriətdə olan qəsdir ki, Allahın itaətdən çıxmaq. Deyəndə ki, filan kəs fasikdir, yəni Allahın itaətdən çıxan kəsdir. O mənada deyilir. Bu özündə küllü olaraq, küllü itaətdən çıxmağı da daşıya bilir. Necə ki, kafirə fasik deyilir. Həmçinin cüzi olaraq itaətdən çıxan da buna daxildir. Möminə də, böyük günaha düşən möminə də fasik deyilir. Fasiklik iki qismə bölünür. Millətdən çıxaran bu küfürdür. Onu edən kəs həmin kafir fasik adlanır. Allah Teala necə ki bunu zikr eləmişdi öz kitabında İblis barəsində. Fəfəsəqa an əmri rabbihi. İblis neyləmişdi? Rəbbinin əmrindən çıxmışdı. Və bu fasiklik, ondan baş verən fasiklik iblisdən bu küfür idi. وَأَمَّا الَّذ۪ينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارِ فَمَأْوَاهُمُ النَّارِ Amma fasiklik edənlər, yəni Allah'a itaətdən çıxanlar, onların düşəcəyi, çıxınacağı yer cəhənnəmdir. Burada da qəsd olunan, bu Səcdə surəsi 20-ci ayədə nədir? Kafirlərdir, qəsd olunan. Həmçinin buna dəlalət edən başqa ayələrdən Kulləmə aradu ən yəxrucu minhə u'idu fiyhə. Onlar hər səfər oradan çıxmaq istədikdə, kafirlər yəni cəhənnəmdən çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara deyiləcəkdir ki, cəhənnəm əzabını dadın, hansı ki siz onu yalanlayırdınız. Yalanladığınız cəhənnəm əzabını dadın. Yaxşı. Həmçinin müsəlmanlardan olan asi kəsdə fasik adlana bilir. Hansı ki İslamdan çıxmayıbdır o. Yəni onun fasikliyi, etdiyi o əməl İslamdan çıxartmayıbdır. Necə ki Allah Teala o kəsər barəsində deyir ki: "Vəllezîne yermûnel muhsanâti thumma lem ya'tû bi arba'ati şuhadâ." Kimlər ki muhsan yəni namuslu qadınlar, iffətli qadınlar zinada ittiham edirlər. Sonra 4 şahid gətirmirlər. Nə deyir Allah Teala? "Fecliduhum 80 cəldə." Onlara 80 dənə şallaq vurun. "Və la taqbalu lahum şahadatan abadan." Onların şahidliyini heç vaxt qəbul etməyin. Və ulaike humul fasikun. Onlar fasiklərdir. Yəni buradakı fasiklik, onlar fasiklərdir. Yəni Allah'a itaətdən çıxanlardılar. Yəni bu müsəlmana deyibdir bu. Birini söyübdür, birini zinəkar deyib, birini üzdən yaraq deyib, nəsə gey deyib. Sözü dedim, 4 şahid gətirmədin, inşallah belindədir, 80'dən inşallah. Yaxşı. Başqa da Allah dedi ki, فَمَنْ فَرَدَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ. O günlərdəki fərz, o günlər ki var, həcc günləri ki var, orada həcc fərz olduqda, orada nə pis söz danışmaq var, nə fasiklik var, nə spor var, həccdə bu şeylər olmamalıdır. Demək, bunu edən kəs İslamdan çıxmır, amma günah daşıyır, əcri savabı azalır bu insanın. Alimlər bu təfsirdə deyirlər ki, buradakı fasiklik asi olan məasi, günah, asilikdir. Təfsirini belə bilirlər.